Assalamualaikum əziz izləyicilər. Bu yaxınlarda Rus psixoloqu Andrey Kurpatovun Böyük Şəhərin Psixologiyası əsərində bir fikrə rast gəldim. Psixoloq deyir ki, mən böyük şəhərlərdə tanışların arasında sorğu apardım. Xüsusən bu Piterdə, Moskvada və digər şəhərlərdə. Sorğu apardım ki, sizin ən göynədici probleminiz nədir? Ən göynədici problem. Böyük əksəriyyəti tənhalıq dedi. Təəssüf odur ki, deyir onların çoxu uğurludur. Həyatda qururdular. Hamının işi, gücü var, ailəsi var. Zahirən hər şey qaydasındadır. Yəni, maddi rifah yerindədir, ailəsi yerindədir. Amma insan deyir, mən tənhalıqdan əzab çəkirəm. Söhbət tənhalıq hissindən gedir. Ətrafda insanlar var, doğmalar da var deyir. Söhbət fiziki tənhalıqdan getmir, ruhi, mənəvi tənhalıqdan gedir. İnsanların içində bile özünü tənha hiss edir. Yəni, ruhən tənha hiss edir. Niyə hiss edir tənha? Sanki elə bir ətrafda bir zəng eləməyə heç kəs yoxdur. Yəni, doğma ruhən yaxınlar yoxdur demək istəyir Kurpatov. Doğma ruhən yaxın adamlar yoxdur. Yəni, insanlar adətən bir-birindən gözləntilərlə dost olur çox vaxt. Gözləntiləri doğrultmaq istəyirik. Bir-birinin xoşuna gəlmək, gözləntiləri doğrultmaq. Amma fikirləşirik ki, elə budur, həyat budur da. İndi bu problem təkcə elə Piterlər, Moskvalılar üçündürmü? Baxırsan, Avropanın da böyük mütəxəssislərinin fikirlərini oxursan, görürsən ki, məsələn, Viktor Frankl var, psixoloq. O insanların həyatında o da bu şəkildə böyük problemləri görür. Deyir, Amerikada mən müsahibə götürəndə gördüm ki, müəllimlər, tələbələr arasında, mütəxəssislər arasında firavan həyat keçən arasında sorsalda gördüm ki, onlar həyatın mənasızlığının fikrinə gəliblər. Ondan əziyyət çəkirlər. Həyatın mənası varmı? Deyir, onlar bu suala cavab verə bilmirlər. Çoxu deyir, həyatın mənası yoxdur. Yəni, həyatında bir məna duymurlar. Həyatında məna varmı? Deyir, yoxdur, həyat yaşayırıq da. Elə necə dərlər, bioloji varlıq kimi. Burada məna görmürlər deyir. Və bunun üçün də deyir, sıxıntıda depressiyadadırlar. Təsəvvür etsən nə deməkdir bu? Yəni, nəyə görə mən bu söhbətləri saldım? Bu zamanın ruhunda belə bir şey var. Həyatın mənası varmı? Həyatın mənası varsa nədədir? Bizim hədəfimiz nədən ibarət olmalıdır? Bu kimi suallar həmişə meydana çıxır. Bu, əslən qalsa, insan gələ birinci öz həyatının mənasını başa düşmək üçün mən kiməm sualına cavab verməlidir. Mən kiməm? Öz mənliyini başa düşsə ki, mənlik yaradan tərəfinə verilir sənə. Sənin həyatına məna verən də o olmalıdır. Sənin həyatın kimdəndir? Sənə kim həyatı bəxş edir? Əlbəttə, böyük yaradan. Deməli, böyük yaradanın səni yaratmaqda məqsədi var. O işdən yaratır, sevgidən yaratır. Səni yaradırsa, bu boyda neymətlər verirsə, səni sevir. Səni işdən yaradır. İşdə yaşadığı eşqə də qovuşturacaq. Deməli, sən ruhən, qəlbən yaradana doğru bağlanmalısan. Ona qovuşmaq arzusunu yaşamalısan. Həyatına məna qatan odur. Həyatının son hədəfi, məqsədi odur. O yaradırsa, ondansansa ona doğru getməlisən, ona qovuşmalısan. Onda həyat məniyyət olacaq. Onda insan Allah'ı sevirsənsə, onu yaratdığını da sevəcəksən. Daha insanlarla münasibətlərdən qorxmayacaqsan. Onlara etibar edəcəksən. Ola bir etibarsız insanlar da var da. Sənin qəlbində etibarsız insanlar əlbəttə yer tutmayacaq. Amma sən hamıya məhəbbət bəssən, umum məhəbbət. Deməli, sənin həyatın məniyyət olacaqsa, bu sənə həm də xoşbəxtlik gətirəcək. Xoşbəxtlik kənarda ola bilməz. Sən nəyəsə can atırsan, şey-şüylərə, tutaq həyatda mövqe, vəzifəyə. Bunlar sənə aid deyil, səndən kənardadır. Bunlar hər an əldən gedə bilər. Bir şey ki,
istənilən vaxt əldən gedə bilər. O sənə aid deyil. O sənin xoşbəxtlik ondan asılsa, deməli sən xoşbəxt deyilsən. Bu baxımdan xoşbəxtlik kənar şeylərlə bağlı deyil. Xoşbəxtlik özündə olan şeylərlə bağlıdır. Sənin xoşbəxtlik ona görə deyirlər, fiziki anlayış deyil. Yəni maddi nemətlərə görə yox, vəzifəyə görə yox. İnsan xoşbəxt olur, ruhən, mənən xoşbəxt olur. Özünü tanımaqdan, dərddən, həyatın mənasını dərk eləməkdən, həyatı yaradanı dərk eləməkdən və onunla daima ünsiyyətə can atmağından və ona qovuşmaq idealından xoşbəxtlik buradan başlaya bilər. Dərk buradandır. Onda da bu Kurbatovun bu tanışları kimi özünü tənha hiss eləməzsən, bu suala filosoflar da böyük cavab axtarıblar, psixologlar da cavab axtarıblar. Onun bir dənə cavabı var ki, insan xoşbəxtliyi yalnız öz yaradanına qovuşmaqda tapa bilər. Ondan ayrı xoşbəxtlik ola bilməz. Və ilahi də Quran-ı Kərimdə buyurur ki, Qadir Allah öz mömin bəndlərinə qəlb rahatlığı və könül xoşluğu gətirir. Yəni onun qəlbinə bir hüzur deyilən bir rahatlıq verir. İnsan ilahini dərk etdikcə qəlbində hüzur olur. Sevgiyə qovuşur, sevgidə yaşayır. İnşallah eşqin də mənası elə odur. Əbədiyyətə eşq, ilahiyə eşq. İnşallah bizi bu tənhalıqdan da, daxili sıxıntılardan da yalnız eşq xilas edəcək. Bugün də həm də bu söhbət belədir ki, bugün böyük eşq sahibi, eşqin zirvəsində olan Həzrət Muhammed sallallahu aleyhi ve sellemin mövlud günüdür. Və İmam Cəfər Sadiq Aleyhisselam mövlududur. Belə bir gündə bu mövlud günü münasibətilə sizə təbrik edirik. Və bizim onu deyir ki, İslam bizim üçün xoşbəxtlik vəd edir. Allah da Quran-ı Kərimdə buyurur ki, Allah'a itaət edin və yaxşılıqlar edin. Saadətə çatarsınız, xoşbəxtlik yetişərsiniz. Necə ki, ilahi bizi özü üçün və yaxşılıq etmək üçün yaradıb. İnşallah missiyamızdan uzaq düşməyək. Allah korusun, Allah amanda.